Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Şəhidin Səsi proqramının bugünkü buraxılışı Gənclər Mərkəzi tərəfindən təşkil olunmuş Şəhid Əliyev Salih Namiq oğlunun əziz xatirəsinə həsr olunan Zəfər Ruhu adlı rəsm müsabiqəsini sizlərə təqdim edirik. İndi isə sərgiyə keçid edək. Bu sərgi sizin övladınızda həsr olunur. Bu sərgi haqqında nə deyə bilərsiniz? Əvvəla hər kəsə təşəkkür edirəm. Bu sərgini təşkil edənlərə, bu Gənclər Evinin rəhbərliyinə, işçilərinə, rəssamlarımıza, hər birinə ayrı-ayrı təşəkkür edirəm. Bu əziyyəti çəkiblər. Şəhidlərimizə dəyər verənlərə təşəkkür edirəm. Sizlərə təşəkkür edirəm. Allah sizdən razı olsun. Qürur vericidir, sevindiricidir. Bir evladımızın adını anmaq bizim üçün çox qürur verici olur, sevindirici olur. Mən çox sevindim ki, Nərgiz xanım, Kənan müəllim bu təşəbbüsü irəli sürüb. Ona görə də çox sağ ol deyirəm hamısına. Bu şəkil Zəfər günü aid Azərbaycan ordusu, Zəfər günü Azərbaycan ordusu ermənilərin udmaq günüdür aiddir və bu şəkili mən onun üçün çəkmişim. Əliyeva Sənubər, Şəhid Əliyev Elmanın anasıyam, xüsusi təyyarçı olub, Füzuli döyüşlərində şəhid olub. Bugünkü sərgi haqqında nə deyə bilərsiniz? Çox gözəl təşəbbüsdür. Allah hər birinizdən razı olsun. Bu rəsmləri çəkənlərin, bu tədbir iştirakçılarının hər birinə çox sağ ol deyirəm. Allah sizlərdən razı olsun. Şəhidlərimizin hər birinin məkanı cənnət olsun. Məqamları uca olsun. Allah elimizi, obamızı, yurdumuzu, yuvamızı qorusun. Bir daha müharibə olmasın. Heç bir ana şəhid qarşılamasın. Allah bütün analara səbir versin, özün versin. Kənan Şərifov, Bakı Gənclər Mərkəzinin tədbirlər, layihələr üzrə rəhbər, metodisti. Biz Bakı Gənclər Mərkəzi olaraq 44 günlük Zəfər yolu fəaliyyət planı çərçivəsində silsilə tədbirlər həyata keçirmişik. İstər vətənə hazıram hərbi vətənpərvərlik məktəbi, istərsə də şəhid ailələrinin ziyarəti 44 gün Zəfər yolu çərçivəsində və eyni zamanda bu kimi digər şəhid tədbirlərinə də həm ev sahibliyi, həm təşkilatçılığını həyata keçiririk. Bu gün də gördüyünüz kimi, arxa fonda da göründüyü kimi Zəfər Ruhu adlı rəsm müsabiqəsi təşkil olunmuşdu Bakı Gənclər Mərkəzində. Şəhidimiz Salih Əliyevin əziz xatirəsinə həsr etmişik bu rəsm müsabiqəsini. Şəhidlərimizi anmaq, onların əziz xatirəsini daim uca tutulmasını təmin etməkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu Zəfər günü ilə əlaqədar olaraq bizim uşaqlarımız, balaca nəvələrimiz şəkillər çəkiblər. Keşlə qəsəbəsindən gəlmişik. Bizim qızımız da Vəliyeva Sevda bu şəkili çəkib. Bizim ən gözəl günlərimizdən biridir bu Zəfər günü. 30 illik niskil bitdi. Zəfərlə başa gəldi. Ona görə uşaqlarımızla bir yerdə bu günü sevinclə qarşılayırıq. Şəhidlərimizə də anırıq. Bizə görə şəhid oldular. Uşaqlarımıza görə, gələcək həyatımıza görə, bizim uşaqların gözəl yaşaması üçün əllərindən gələni elədilər. Azərbaycan Respublikasının torpaqları, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilir.
Öncəliklə hər birinizi Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz xanım Babayev adından salamlamaq istəyərdim. Təəssüflər olsun ki, səhhəti ilə əlaqədar olaraq bugün bu tədbirdə iştirak edə bilmir, amma tam səmimi ifadələrlə demək istəyərdim ki, bu gördüyünüz bu təşəbbüs eləməz Nərgiz xanımın təşəbbüsüydü. Qismət olmadı bugün bu tədbirdə iştirak eləmək. Allahdan şəfa dilərik hörmətli direktorumuz Nərgiz xanım Babayevə. Bildiyiniz kimi Bakı Gənclər Mərkəzi olaraq 44 günlük Zəfər yolu fəaliyyət planı çərçivəsində silsilə tədbirlər həyata keçiririk. Məhz bugünkü gündə Zəfər ruhu adlı əziz şəhid Əliyev Salih qardaşımızın əziz xatirəsinə həsr olunmuş rəsm sərgisi üçün, mühüm bir tədbir üçün yığışmışıq. Əziz şəhid anası, əziz şəhid atası və burada iştirak edən əziz şəhid anaları. Bugün bir üzümüz gülür, bir üzümüz hər zamanki kimi hüzünlüdür sizlə bərabər. Bugün zəfərimizdən 5 il ötür artıq. Bu zəfəri başda Cənab Ali Başkomandanımız olmaqla əziz şəhidlərimizə, qazilərimizə, Vətən müharibəsinin bütün iştirakçılarına borcluyuq. Çünki bugün biz bütün dünya ölkələri arasında başı dik gəzirik. İstər sıravi vətəndaş, istər Cənab Ali Başkomandanımız başımız dik gəzirik. Məhz o torpaq altında yatan şəhidlərimizin və qəhrəman əskərlərimizin nəticəsində. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugünkü rəsm müsabiqəmizin siması olan əziz şəhidimiz Əliyev Salihin anası, atası iştirak edir. Mən sizi kəlmələr üsulsuz qalır, danışa bilmirəm, mənə üzürlü sayısız gərək. Həqiqətən şəhid tədbirlərində insan danışa bilir. Əziz anam, əziz ata, mən istəyirəm sözü sizə verim, balaca gənclərimizə də öz tövsiyələriniz, bir balaca danışasınız. Qonaqlarımızı salamlayıram, balaca qısımlarımıza uğurlarınız bol olsun, qələminiz həmişəlikdə olsun. İnşallah ki, istədiyiniz məqsədlərə çatasınız. Kənan müəllimizə təşəkkür edirəm, Nərgiz xanıma təşəkkür edirəm, əməkdaşlarımıza, bütün əmək olan hər kəsə təşəkkür edirəm. Şəhidlərimizə dəyər verirsiniz, çox sağ olun, var olun. Mən körəmli şəhid Salih Əliyevin anası olaraq fəxr edirəm, qürur duyuram ki, mən Salihin anasıyam. Ona görə qürur duyuram ki, bir vaxtlar Salih toprakda bir balaca uşaq olaraq istirahət edirdi. Amma indi burada onu qəhrəman kimi təqdim edirsiniz. Allah sizdən razı olsun. Salih də körpü vaxtlarından çox vətənpərvər oluydu. Həmişə o istəyirdi ki, mən Qarabağdan danışım. Qarabağda baş verən hadisələrdən danışım. Bizim evimizdə bir kitab da var idi. Yəni, bizim qəhrəmanımız, şəhidimiz Kəmanlar haqqındaydı. Kürül dilindəydi. Salih həmişə deyirdi ki, işıqlar sönsəydi, anasına oturulan oxuyardım, mən qulaq asarım. Şu dəfələrlə mən onun üçün oxumuşam. O həmişə bir sözü var idi ki, mən böyüyəndə Kəmanlar olacam. Kəmanlar kimi qəhrəman olacam, dediyi kimi də oldu. Mən gələcək nəslimizə, balaca balalara nə arzulayarım? İgid olsunlar, qəhrəman olsunlar, vətənpərvər olsunlar. Öncə torpağı, vətəni qorusunlar, ana bacılarını qorusunlar. Bizim qoğunlarımızın ən başlıca vəzifəsi torpağı, vətəni qorumaqdır, ailəsini qorumaqdır. Təhsil almaqdır, yaxşı olmaqdır. Hər yerdə Azərbaycanı tanıtmaqdır. Bayrağımızı ucalara qaldırmaqdır. Şükür, bayrağımız ucadır. Amma həmişə ucalara qalmaq üçün gələcək nəslimizə mütəfərvər olmalı fikirəm. Şəhidlərimizin, qazilərimizin canlı qanlı, 1 bahasına aldıqları torpaqları qoruyub saxlamaq sizin borcunuzdur.
Gərək torpağı yaxşı toplayasınız. Vətənin yaxşı vətəndaşı olmasa, vətən deyil. Salih babası, ikisi də üzümdəndirlər. Həmişə bunlar haqqında istəyirdi ki, mən onu danışım. Deyirdi ki, mən gedib torpaqların böyüyündə alacağım. Babam orada nəyə var, ona sahib çıxacaq. Gülürdüm həmişə ona. Deyirdim, hər yaxşı sən deyən olacaq. Biz ona oyuncaq silah alırdı, ki, qardaş idi. Balaca qardaşımca sındırırdı, qırırdı, olma gizlədirdi. Deyirdim, uşaqlar olmadır da, gəl sən oynam, sənin silahı. Deyirdim, mən saxlamışam, onunla gedib deyilmənləri qıracaq. Gülürdüm, həmişə onun sözlərine gülürdüm. Başa düşmürdüm nə deyir, amma bu sözlər indi yanıma düşəndə görürsən ki, həqiqətən də insanın çirlik gəlir. Onu görürdüm ki, Salih cəhbiyə kömürlü getdi. Biz onu bilmədik, heç bizə demədi də. Elə dediyi kimi də etdi. Bugün babalasının torpağında həqiqətən də istədiyi kimi orada ruhunun dolaşır. Mən həmişə yuxularımda da bunu ancaq baba ocağında görürəm. Bu evlərdə görürəm onu. Allah bütün şəhid valideynlərə səbir versin. Bugün dövlətimizin başı ucadır, millətimizin alnı açıqdır, torpaqlarımız azaddır. Ona görə mən fəxr edirəm, qürur duyuram ki, mən Salih'in anasıyım. 5 illik zəfərimizə də qalanda, yenə də bu bayram bütün ölkənin bayramıdır. Qalib Azərbaycanın bayramıdır. Ancaq bizdə bu bayramı yaşadan bu şəhidlərin qarşısında bir ana olaraq bu şəhərə. Qazilərimizə Allah'tan can sağlığı edirəm. Var olsunlar. Allah şəhidlərə dəyər verənlərə, qazilərə dəyər verənlərə, bizim üçün bu cürlə tədbirlər təşkil edənləri, bizi yada salanları Allah həmişə yadına salsın. Dövlətimiz, millətimiz, xalqımız sağ olsun. Allah əskərlərimizi qorusun, zabitlərimizi qorusun, dövlətimizi qorusun, vətən sağ olsun. Əziz şəhidimiz Salih'in portreti var, rəsmini çəkirlər. Mən gürültülü alışlarla istəyərdim. Sadəcə belə deyək də, hisslərin əsasında çəkilmiş bizim rəsm müəllimlərimizdən biri Ziya müəllimin çəkdiyi təsvirdir. Bilirsiniz, məsələ burasındadır ki, şəkli nə qədər gözəl çəkmək olar. Biz sadəcə olaraq surət yaradırıq. Allah onu gözəl yaratmışdır. Allah onu igid yaratmışdır. Hamı üçün əziz yaratmışdır. Evinin, ailəsinin əzizliyi, Azərbaycanın əzizi oldu. Və biz nə etsək belə, biz onu qaytara bilmərik. Biz ancaq onu yaşada bilərik. Onlar həmişə yaşayırlar. Salih həmişə yaşayır. Biz sadəcə olaraq bu hisslərimizi, onun yaşadığı hisslərimizi sizə ötürmək istəyirik. Nə qədər uğurlardır bu arta tutulursunuz qiymətiniz. Təşəkkür edirik. Belə bir övlad böyüdüyünüzə görə. Təşəkkür edirik. Əziz şəhid anaları, övlad böyüdüyünüzə görə, qəhrəman yetişdirdiyinizə görə. Biz onları qaytara bilməyiz. Biz onları sadəcə olaraq sevə bilərik. Olduğu kimi, qəhrəmanlıqları ilə, sizin nəvazişinizlə böyüyən o gəncləri, hansı ki, hamısı zafatçını deyib, hamısı deyib, güləni deyib. Və onlar indi də deyirlər, əbədi cavan qalacaqlar, əbədi gənc qalacaqlar, yeganə təsəvvürümüz odur. Onlar həmişə əbədi, gənc, qürurlu, güclü, qəhrəman olaraq ürəklərdə yaşayacaqlar. Mənim adım Anina Babayevadır. Bunu Zəfər gününə uyğun çəkmişəm. Bu əskərdir. O bayrağımızı torpağa sancır. Salam, mənim adım Ayla Cəfərova. Mən 82 nömrə tam orta məktəbdə oxuyuram, Nərimanovda. Mən bu rəsmdə Azərbaycan ordusunun gücünü və xalqımızın qürur simvolu olan Şuşa qalasını əks etdirmişəm. Tank igidliyin, azadlığın uğrunda mübarizəmizi, Şuşa qalası isə qələbəmiz,
azadlığımız və milli birliyimiz rəmzini təzahür etdirir. Mən bu əsərdə demək istəyirəm ki, Şuşaya gedən yol igidlikdən, vətən sevgisindən və inamdan keçir. Müsabiqəmiz keçirilir və müsabiqənin həm şərhləri, həm ümumi gedişatı haqqında Asaf müəllim, biz sizə öncəliklə Gənclər Mərkəzi olaraq, bir müəllimimiz olaraq sizə təşəkkürümüzü bildiririk ki, belə bir təşəbbüsdə bizə həqiqətən, yəni qəlblə, var gücünüzlə kömək oldunuz, dəstək oldunuz. İstəyirəm siz də çıxış edin ümumi müsabiqə haqqında qısa olaraq. Sonra xahiş edəcək bütün gənclər, bütün uşaqlar şəkillərinin yanında dayanarlar. Biz baxış keçirik. Müsabiqənin şərtləri çox sadə idi. Hər bir yaş qrupuna 6, 9, 10, 13, 14, 18 yaş qrupunda şəkillər, rəsmlər, rəssamlar tərəfindən rəsmlər qəbul olunurdu və bu yaş qruplarına görə hər bir yer üçün, hər bir yaş qrupu üçün 3 yer və bir xüsusi həvəsləndirici imkanlar təqdim olunacaq. Yenə deyirəm, bu yer məsələsi biraz nisbidir, çox nisbidir hal-hazırki vəziyyətdə. Ona görə yenə deyirəm, siz hamınız qalibsiniz. Yəni burada bu çox nisbi bir seçim oldu. Yəni ki, bunu başa düşərsiniz. Bütün bunlara baxmayaraq, bütün uşaqların, şagirdlərin sertifikatla təmin olunacaqlar, onların iştiraki təsdiqlərin. Əslində hamısı yenə deyirəm, hamısı çox gözəldir və hamısı qalib sayılır. Kiçik texniki problemlərimiz oldu deməklər, bəzi məsələlər biz çatdıra bilmədik. Ola bilsin, bəzi valideynlərdə, ola bilsin, inciki yaranmışsın, uşağın şəklini aşağıda, yuxarıda da inanın ki, dünənlər bizdən asılı olduğuna səbəbdən burada tədbirlər də təxir asaldı. Biz sadəcə bircə o günə işimizi çatdıra bilmədik. Mənə elə gəlir ki, günahımızdan keçərsiniz. Hər zaman bütün tədbirlərimizdə iştirak edən analara özümüzü tutub deyirik ki, mikrofonumuz açıqdır. Əgər indi də mən özümü tutub analarımıza deyirəm, kiminsə ürəyi sözü, fikri varsa, bizim üçün həqiqətən dəyərlidir. Məsələ bu gənclərədir. Sözü olan varsa buyura bilər. Sizi dinləyim. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin, məqamlarını uca eləsin, qazilərimizə, mehranlarımıza can sağlığı versin, bütün ordumuzu qorusun, Azərbaycan xalqını qorusun, bütün Türk dünyasını qorusun. Solmazana, sən həmişə qürurlusan, eldən bilə də qürurlu. Bütün analarımızın zaten başları dikdir, ürəkləri, qəlbləri açıqdır. Allah bütün analarımıza səbir versin. Səbirlə hər birimiz elə deyin ki, siz yaşayın ki, bizlər də şəhidlərimizi yaşadaq. Siz yaxşı olandan sonra şəhidlərimizin də ruhu şad olacaqdır. Allah bütün şəhidlərimizin məkanını yenə deyirəm, cənnət eləsin, məqamlarında uca eləsin. Mənim adım Leyla, soyadım Şıqaliyevadır, 13 yaşım var, 169 nömrəli məktəbdə oxuyuram. Bu rəsmdə mən qürurumuzu, Zəfər gününün münasibəti ilə öz qürurumu təsvir etmişəm. Bayrağımızı, tar kamança, milli həm qəlbimizi, həm də milli simvollarımızı burada təqdim etmişəm. Burada şəhid anaları da var, onların hər birinin qarşısında baş əyirəm. Onların övladları sayəsində bugün Şuşamız, Qarabağımız geri alınıb və mən qürurla Şuşa qalasını bu rəsmdə təqdim eləmişəm. Adım Caner Məmmədlidir. Mən 292 nömrəli məktəb, tam orta məktəbdə oxuyuram və 4-5 sinifin şagirdiyəm. Mən bu şəkildə onu demək istəmişəm ki, bunun şəklinin adı rəsm şəhid, vətən şəhid, şəhid vətən adlanır. Bu rəsmdə mən təsvir etmək istəmişəm ki, torpağa tapşırılan hər bir şəhid vətənə sevrildiyini anlatmaq istəmişəm. Mənim adım Nəzərli Ebrudur. 275 Sahil məktəbində oxuyuram. Və bu şəkli, mən əskər şəklini çəkmişəm və yanında xarı bülbülünü. Qarabağ şüarı altında Qarabağ Azərbaycandır şüarı altında bu şəkili təsvir etmişəm. Allah'tan səbir diləyirəm, Allah can sağlığı versin
siz kimi valideynlərlə ki, belə bir oğul böyütürsünüz. Allah cəm şəhidlərimizin məqamlarının hər bir zaman uca olsun. Biz analarımızı baxıb belə təmin keçirən oğlanların Allah canı sarı rəsmi ki, bugün biz belə oğullarla, müəllimlərlə qurulur, bizim balalarımızı belə adı yaşadılar, tədbirlər keçirlər. Allah bizlərə can sağlığı versin, Allah balalarımızın qurmuşları bilərsin, biz analarına səbir dözüm versin, biz yaşayarıq, balalarımızın adını belə hörmətlə yaşadılar. Ayaqlar altında qalan namusumuz, qeyrətimizi geri qaytardılar. Xocalıda olan qız gəlinin qeyrətini, namusunu geri qaytardılar. Bayrağımızı xaricdə bir tədbir olub. Udanda ki, o hər gənc utana bayrağını qaldırırdı. Ki, mən Azərbaycanıya, mən 30 illik torpaqlarımızı işgal aldım. Amma bugün fəxrlə o bayraqlarımızı qaldırırıq. Allah Teala bir daha əbədi olaraq bizim üçrəyində ayrı olsun, gözəl bayrağımız, Qarabağımızda dalğalansın. Mən tərbiyə ediliyəm, 292 nömrəli məktəbin 4-cü sinif şagirdiyəm. Mən bu rəsmi onun üçün seçmişəm ki, bizim əsgərlərimiz gecə-gündüz savaşıb, bu torpaqlarımızı alıb və bu torpaqlara bizim bayrağımızı sancıblar və bundan sonra isə yumruq kimi birləşib bizim düşmənlərdən torpaqlarımızı azad ediblər. Selam, mən 292 nömrəli məktəbin 8-ci sinif şagirdiyəm, 14 yaşım var. Bu rəsmdə əsgərlərimizin gecə-gündüz döyüşdüyü, azad elədiyi torpaqlarda bir Şuşa qalasını təsvir eləmişəm. Peyğəmbərə verilməyən 3 üstünlük cəhənnə şəhədə verilir. Allah şəhətlərimizi yeri cənnət eləsin, məqamlarını uca eləsin. Bu adı yaşatmaq bir ümumiyyətlə valideynlərin atlanan arzusu çox ağırdır. Həm şərəflidir, həm ağırdır. Həm qürurludur, yenə deyirəm, həm ağırdır. Bu valideynlər baxmayaraq gəzirlər. Bir Allah şahiddir ki, hamısı damla gün və gün əmliyir. Saç-saçın ağırlığı, bu gözəlliklər o əvvəlki simadan bir şey qalmıyor. Vicdanı and olsun. Mən baxmayaraq 5 ilimiz bir yerdəyik, gəzirik, görünür. Yəni bizim gənc nəsil həqiqətən vətənpərvər yetişir. Mən gördüklərimə görə, müşahidəmə görə cavan nəsil məktəbdən, təməl məktəbdən qoyulur. Gənclərimiz həqiqətən vətənpərvər, şəhidinə, cavan nəslimizdə az dəyər, yaşlı və ən aşağı məktəb təbəqəsi çox dəyər verir. Bir də dövlət səviyyəsində dəyər verilir. Allah dövlətimizi, millətimizi, xalqımızı qorusun, ordumuzu qorusun. Mənim oğlumda bu yaxınlardan bir aile çəksə əskərə gidib, bütün əskərlərimizi Allah qorusun. Açıq olsun, umurların bol olsun. Bizim 5 yaşı var bu uşağın. Bu da sənin deyil. Nədə adın edirsən? Adın nədir? Zenfira? Çok güzel. Yəqin qız da sənsən. Elə mi? Eşin bura haraydı? Hə? Şuşa. Olmuşsan Şuşada. Qələmin yazar. Şurada olmuşdu, olmuşdu. Elə mi? Hə, Allah bilir. Allah şəhər Bu sen değil. Bu olsun. Hiç yanmaz. Thank you. Uzun tesadüf olmuşsa. Ha? Sasın var. Ama bazarsan. Ha? Ha, inşallah. İnşallah. Senki nedir? Peki kahraman sensin. Ha? Özün sen. Adın nədir kızım? Amma özünü təqdim eləsin, yaxşı uşaq. Uğurlarınız bol olsun. Bu sənki. Bu sənki. Adın nədir? Qanla. Uğurların bol olsun. Bu da uşaq. Həmişə səslərdən gəlsin. Asaf müəllim, bu aşla çəkilir. Bəli, bu aş, akril, akvarel. Əsas bu materiallardan istifadə olunur. Şuşanın mərkəzidir. Xarı rejimimizdir. Bu musiqi ələtlərimizdir.
Yolun açıq olsun. Səsiniz yuxalardan gəlsin inşallah. Mən Bayramoğlu Mələk, 80 nömrəli məktəbi təmsil edirəm. Bu rəsmdə Şuşa qalasını çəkmişəm. Çünki 8 noyabra aid Zəfər günü həsr etmişəm. Çünki Şuşa qalası Azərbaycanın zəfər təmsil edir. Yolunuz açıq olsun. Mayor Seymur Bayramoğlu qızıyam. Bu rəsmdə Azərbaycan zəfər simvolu olan Şuşa qalasını təsvir etmişəm. Mayor kimi dedin? Mayor Seymur Bayramoğlu. Hərbiçi qızı. Hə, lap yaxşı. Elə görsənir ki, hərbiçi qızıdır. İki dəqiqəncisi burada. Qarabağlı olsalar belə Qarabağı görməmişdilər. Amma əsgərlərimizin sayəsində yəni Qarabağı görüb tanımışdılar. Bu gözlərlə nə demək istəyirəm? Mən buna baxdım, amma... Gözlər yəni bir oğlan gözü, bir qız gözüdür. Bunlar yəni Qarabağlı olsalar belə heç vaxt Qarabağa getməmişlər, görməmişlər. Əsgərlərimizin gittikləri sayəsində gedib görmüşdülər. Yəni onların baxış açısını çəkmək istəmişik. Uğurlarınız Çox sağ olun. Azərbaycan şeklini çəkmişəm. Uğurların bol olsun. Göstərmişəm. Mən Əmir Bakırlar, 13 yaşım var. Burada Azərbaycan xalqını Şuşa təsvir etmişəm və Azərbaycan xalqı zəfərli simvolu. Zəfər mövzusu. Uğurlarınız bol olsun. Allah yolunuzu açıq eləsin. Ay, mənim balaca qızım. Hə, bayaq səndən tanış olduq bizə. Adın nə idi? Əminə babayım. Əminə babayım. Bunlar kimdir? Aha. Bu da qız. Əskər bayrağı tutur. O torpağa salır bayrağı. Uğurların bol olsun. Maşallah şəkillər o qədər çoxdur. Kənardan gələn gənclərdə artıq malbert çatdı. Bu Azərbaycanın Qarabağının simvoludur, xarabalıdır. O bizim bayrağımızın bütün yerini tutub çünki qələbə mənasıdır. Uğurlarınız bol olsun. Daha yaxşı əsərlər yaradasınız, əsərlər çəkəsiniz, yolunuz açıq olsun. Azərbaycanı tanıdasınız öz əsərlərinizlə. Qarabağda qazan səsi olmasın. Azərbaycanın səsi gəlsin, bayraqlarımız dalğalansın. Mən Əskərin xalqını düşünürəm. Burada da Bu dəmir yumruq, elə mi? Yolunuz açıq olsun. Digər iştirakçılara da sertifikatlar təqdim olunur. O xüsusi fərqlənənlərə də sertifikat verilir. Sadəcə onlar belə deyək də xüsusi fərqləniblər. Onların şəkilləri belə deyək də yer qazanmayıb, amma belə deyək də 4-cü yerdir. Amma digər bütün uşaqlarda şəkillər çox gözəldir. Açığında seçim etmək bəzən çox çətin olur. İnanın ki, çox çətin olur. Ona görə nisbidir, amma nisbi seçimdir. Yəni bunu nəzərə almanızı xahiş edirəm. İlk növbədə biz kiçik yaş qrupundan qeyd edəcəyik. Kiçik yaş qrupunda Babay və Əsma xüsusi fərqləndiyi üçün təltif olunur. Babay və Əsma. Bir de oraya bakan çekiliş olsun. Kiçik yaş qrupunda kiçik yaş qrupunda kiçik yaş qrupunda 3-cü yer Verdiyeva Zemfira.
Fotoğraf çekiyoruz. Bir dakika çekin. Şeyden de psikoyanmış. Orada patla. Bu. Kiçik yaş qrupunda Vətən müharibəsi qəhrəmanı Şəhid Salih Əliyevin əziz xatirəsinə həsr olunmuş Zəfər Ruhu adlı təsviri sənət müsabiqəsində kiçik yaş qrupunda 6-9 yaş ikinci yeri tutduğuna görə Salmanova Zeynəb təltif olunur. Kiçik yaş qrupunda Vətən müharibəsi qəhrəmanı Şəhid Salih Əliyevin əziz xatirəsinə həsr olunmuş Zəfər Ruhu adlı təsviri sənət müsabiqəsində kiçik yaş qrupunda 6-9 yaş birinci yeri tutduğuna görə Dünyamallı Sevda. Yoxdur, onu qoyuram. Orta yaş qrupunda Muradova Nazlı. Orta yaş qrupunda Qasımova Aylin təltif olunur. Dərs olduğu üçün bəzi uşaqlar liselərdən gələ bilməyiblər. Mustafayeva Mədinə. Gəlsin. Olar. Orta yaş qrupunda ortada bir yazsın. Aha. Bir dənə zəhmət olmaz. Məlim. Hazır məlim. Şöyle baxalım. Orta yaş qrupunda birinci yerin sahibi Məmmədul Muhammed təltif olunur. Değerli izleyicilerimiz, Şəhidin Səsi programının bugünkü buraxılışını sizlərə təqdim etdik. Gəlin şəhidlərimizi heç vaxt unutmayın və unutturmayın. Növbəti buraxılışlarda başqa bir şəhidin həyat hekayəsini işıqlandırmaq ümidi ilə sağ olun və salamat qalın.